Yaşayırıq burada, şıxı problemi de основной. Şıxa pul dedilər, yığın 1300 lariminə ailə başı ki, yığın hökumət, bizim zani vəbşə hökumət götürməyibdir. Hər yer, kənara baxırsan, qırıq-qırıq remont eləyənlər elədi, kim elədi, sonra podyezdlər kraskalanmayıbdı, bu qapı düzəlməyib, padvala su, elə suyumuzu da açırsan, kanalizasiyanın şeyi gəlir orada, suyun içində, nəsə təmiz deyil. Şıxdandakı zulum çəkirik, zulum. Valla 2 ildir buradayım, 2 ildir bu şıq, su problemi bizi öldürür. Mən də ki, mən naprimер pensioner adamam, 350 lira alıram. Mən hardan verim 600 dolar şıxa. Deyir, gidin hökumətlə razbirasiya edin, belə olmaz axı. Hazırda da ışığımız yoxdur, elektrik enerjisi kəsilib. Kabellər yanıb, binada ümumiyyətlə sayğaclaşdırma aparılmayıb. Meriyaya müraciət etdik, amma əvvəlcədən yazılı ərizəmiz yox idi. İndi artıq ərizə yazmışıq və məsələ baxılma mərhələsindədir. Binanı tikən və sahib olan şəxslərə də müraciət etdik ki, bəlkə bizə nəsə kömək etsinlər. Əslində sayğaclaşdırma onların öhdəliyində olmalı idi, amma nəinki etmirlər. Üstəlik açıq şəkildə dedilər ki, biz bunu etməyəcəyik. Yəni bizə deyirlər ki, pul yığıb özünüz həll edin. Mən bu mənzili alanda bizə hər şeyi vəd etmişdilər. İşıq olacaq, həyətlər abadlaşdırılacaq, hətta uşaqlar üçün əyləncə parkı belə olmalı idi. Amma heç nə yoxdur. Kanalizasiya yaramır, zirzəmiyə su dolur. Dünən bu barədə 9 dəfə zəng etdik. Artıq zənglərimizə də cavab vermirlər. Bəs biz bunları necə həll etməliyik?